Salam əziz xanımlar və şirniyyat həvəskarları. Bugün qızım Sofiya ilə dondurulmuş vişnəli piroq hazırlayacağıq. Başlayaq hazırlamağa. İlk öncə yumurtaları qırırıq, yaxşıca qarışdırırıq. Daha sonra şəkər tozunu əlavə edirik. Sofiya özü qarışdırmaq istəyir. İndi qarışdır. Südü əlavə edirik. Sofiya çox həvəslə qarışdırır. Qatıq töküb qarışdırırıq. Daha sonra sirkə əlavə edirik. Əridilmiş kərə yağı əlavə edirik. Vanil və qabartma tozu. Qida rəngi tökürük. Yavaş. Növbə gəldi una. Un əlavə edirik. Yaxşıca həll edirik ki, düyürlənməsin. Sofiya mənə kömək etməyi çox sevdi. Açın. Sən burada çox qaldı. Daha sonra qozu xırda-xırda doğrayırıq. Mama gedək həyətə gəzək biraz. Sonra gələk yeyim. Məhlulumuzu qaba töküb üzərinə dondurulmuş vişnə dənələri qoyuruq. El atma da, bax belə qoy. Sən gəl. Yox, atalım. Yaxşı at. Hop. Aferin qızıma. Əvvəlcədən doğradığımız alma dilimlərini də əlavə edirik. Qoz qırıntılarını səpirik. Tökərsən. Almanız şey olsun. İndi isə son olaraq umacımızı əlavə edib bişməyə göndəririk. Necə bu tökək? Mən də. Yedirəm. Bəh. İnanılmaz gözəl qoxusu var. Piroqumuz hazırdır. Videonu bəyəndinizsə, təklif və iradlarınızı şərhlərdə bildirin. Növbəti videolarda görüşərik. Abunə olun ki, xəbəriniz olsun. Hələlik.